İnci parlamasını istəmədiyim yerlərə pudra keçirəm. Biraz matlaşsın deyə. Bronzer keçirəm. Hourglass'ın məhsullarını mən istifadə etmişəm. Hal-hazırda məsələn konsilerimdə Hourglass'dandır, bəyənirəm. Palet şəklində olması çox gözəldir ki, hamısını birlikdə daşıya bilirsiniz. Çox bronzlaşdırdım elə bil. Və gəldik ən sevdiyim hissəyə. Bu tərz ənlikləri çox bəyənirəm. Məndə Yves Saint Laurent'ın ənlik paleti var. Orada da highlighter və bronzer da var. Oradakı da bax belə biraz parlaq ənliklərdir. Bunlar çox quru qalmır üzdə. Real həyatda çox gözəl görünürlər belə. Paketin içinə girib. Molly! Amma göy! Qaldı highlighter bu paletdə. Hamısı olduğu üçün elə highlighter'ı da buradan vuracağım. Bu mücəllimdə yoxlamaq istəyirəm. Baxın görün necədir. Ümumiyyətlə bu paletdəki hər şey çox pigmentlidir, nəzərinizdə olsun. Əla bu palet